Salam əziz izləyicilər. Bu gün sizə əkizlər bürcünü təqdim edirəm əzizlərim. Bax əzizlərim. 2 dənə yolunuz var. İkisi də qısa yollardır. Bir övlad xəbəri sizi sevindirəcək əzizim. Mərkəzdə gizli elə bir iki üz çıxdı. Biri gülür, biri düşünür. Onlar bir-birinə baxır elə bir, amma eyni insan üzlərdir. Bu sənin iki təbiətinin eyni anda həm ciddi, həm yüngül, həm dərin, həm çətin, səthi olan bir bilmə qabiliyyəti göstərir əzizim. Bu həftə fərqli bir fürsətlər qarşına çıxacaq. Biri maddi, biri ruhani. Amma üzlər sənə deyir ki, əziz əkizlər, hər iki yolu görürsən, amma yalnız birini seçə bilərsiniz. Görürsünüz ki, fincanın üstündə də 2 yol birdən çıxdı. Hansı səni daha çox xoşbaxt edəcək? Həmin gün seçim edəcəksən. Amma unutma ki, seçimdən sonra peşman olmaq sənin təbiətinin bir hissəsidir. Amma bu dəfə qərarı dəyişmə çalış əzizim. Bax, sağ kənarda açılmış məktub görünür əzizim. Bu yanında ağ quş lələyi uçur. Bu gözlənilməz bir xəbərdir. Və yazılı sözün gücü deməkdir. Böyle bir məktub mu gələcək, bir zəng mi gözləyirsən, o qədər gözlənilməz olacaq ki, ilk anda inanmayacaqsan. Lələk elə bir pıçıldayır. Hər sözün bir qanadı var. O xəbər sənə başqa bir səhərə, başqa bir şəhərə, ya başqa bir insana doğru uçuracaq əzizim. Həmin gün cavab verməyə qətiyyən tələsmə. Əvvəl düşün, sonra yaz, çünki söz yeri qayıdılmaz əziz əkizlər. Amma sol tərəfdə köhnə bir telefon naqilləri, elə bir qırılmış kimi, elə bir qulaqlığı yerə düşür. Bu kəsilmiş əlaqələrdir, başa çatmış dialoqların simvoludur. Bu həftə ətrafında birdən bir insan sənə yazacaq. Amma bu dəfə sən cavab verməməyi seçəcəksən. Telefonunda elə bir mesajlar gələ bilər əziz əkizlər, amma sən əlaqəni yenidən qurmaq istəməyəcəksən. Bəzən susmaq istəyirsən, onu buraxmaq istəyirsən. Bir nömrəni silə bilərsən bu həftə əzizim yaddaşından. Yəni o nömrəni silib sən özünü azadlığa çıxartmaq istəyirsən. Dibdə 3 lələk üzür. Biri qırmızı, biri mavidir. Biri də ağdır əzizim. Sevgi qırmızı lələkdir əzizim. Cümə axşamı sənə qeyri-adi bir insan cəlb edə bilər. Onun ağlı, nitqi, baxışı səni ofsullaya bilər. Ancaq qırmızı lələk xəbərdarlıq edir sənə. Bu adam sənə həm çox uyğun, həm də tamamilə zid ola bilər. Bax, əvvəl sına, sonra inan o insana. Amma subay əkizlər çıxır ki, burada subay əkizlər. Bu həftə biraz təlatümlü bir gün yaşaya bilərsən əzizim. Ailələr üçün həyat yoldaşınız da ola bilər, ailə içində bacı qardaşla da ola bilər birlikdə. Bir münaqişə ola bilər, bir söz-söhbət yüngül ola bilər. Siz özünüz bir kursa marağınız ola bilər, bir tədbirə yazılmaq istəyəcəksiniz, münasibətinizi təzələmək istəyəcəksiniz. Maddiyyatda gözlənilməz bir xəbər. Köhnə bir borc geri qayıda bilər. Bəlkə də işdə kiçik bir bonus. Amma əziz əkizlər, mavi lələksə deyir, əlində olan pulu kənara qoyub, elə bir payız üçün plan edəcəksiniz. Amma ağ lələk sənin sağlamlığındır. Sinir sistemi çox aktivdir sizdə. Bir də yuxu rejiminə sən diqqət et əzizim. Çünki bəzilərində yuxusuzluqlar var. Ola bilər yuxularınızı görərək onu yoza bilərsiniz. Çalışın yaxşıya yozun əzizim. Üst hissədəsə dumanlar var, elə bir duman içindəsiniz. Amma sakit bir həyat istiqamətinə dönəcəksiniz. Yeni bir istiqamətə qərar alacaqsınız. Ayın axırında isə bir qədər gözləməli olacaqsınız. Təhsilləmi, bəzi dəyişikliklərləmi, yeni bir şəhərə səyahət etməkləmi. Əziz əkizlər, sən hər zaman iki tərəfə baxa bilirsən, amma bu həftə gələcəyə bax. O istiqamət elə bir səni gözləyir.
Həmin gün bir plan çək əzizim. Kağıza yaz, beynindəkilər nə var? Sevdiyin dostuna söylə. Amma bu duman inan ginən ki, sən səbr etdikcə dağılacaq əzizim. Əkizlər bürcü olaraq sən daima başqalarının fikirlərini, variantlarını, yollarını araşdırırsan. Amma bu həftə qəhvə zəmini sənə deyir ki, bütün səsləri dinlə, amma son sözü öz ürəyin desin. Bir məsələdə də sabit ol. Bu səni çaşqınlıqdan xilas edəcək. Həftə sonuna doğru içindəki bəli ya yox savaşı ola biləcək. Amma sən onları bir araya gətirə biləcəksən. Çünki sən əkiz bürcündənsən, bütövsən. Bax, əziz əkizlər, sizin talismanınız sitrin daşı, özünüzdə ametist daşı, yanınızda daş gəzdirsəniz, inanın siz üçün yeni qapılar açıla bilər. 29-unda səhəri bir vərəqədə 2 sütun şəkli çək yenə sağ tərəfə. Mən nə istəyirəm? Amma sol tərəfə mənə nə lazımdır yaz. Yəni bax, sütun çəkirsən, yazırsan orada ki, mən nə istəyirəm. Amma sol tərəfdə çəkirsən, mənə nə lazımdır yazırsan. Cavabları yazdıqdan sonra hər ikisinə bax. Əsl cavab hər ikisini birləşdirəndə çıxacaq səndə. Bax, onu yoxla əzizim. Fincanın ən dərin dibində lələklərin arasında kiçik bir üzük görünür əzizim. Bu həftə 2 əlaqənin, 2 hissənin kəsişdiyinin işarəsidir. Sən əkizlər dünyanın ən maraqlı, ən canlı, ən dəyişkən ruhlarından birisən. Bu həftə hər 2 üzünü göstərməkdən qorxma. Biri ciddi, biri oyunçu. Hər ikisi də sənsən. Gözəl söhbətlər ortaya qoyacaqsınız. Gözəl anlaşmalar ola biləcək. Bəzi şeylərdə eşitdiyin bəzi şeylər olacaq ki, inana bilməyəcəksən. Amma gözəl gəlişmələr həyatınızda gözlənilir. Bax, əlinə toplu pul gələ bilər. Bəlkə də lotereya oynayırsan, bəlkə də şans oyunundan da ola bilər əzizim, bəzilərimizdən. Amma biraz riskli işlərə bu həftə girmə əzizim. Bir ay doğmuş elə bir. Yeni fikirlərin var. Yeni fikirlər içərisinə girəcəksən. Bir dövlət qapısından bir xəbər eşidəcəksən. Bir imzalar, sözləşmələr, alım, satım, pasport, viza işlərini. Çünki bir dövlət qapısının açılışı görsənir əzizim. İlədiyin bu yaxşılıqlardan bəzilərinə o qədər yaxşılıq elədin, o qədər qaçaqovda oldun, bütün həyatını, yəni özün üçün qaçmadın, başqalarını düşünərək elə bir insanlara əl atdın ki, etdiyin yaxşılıqlara biraz peşman olmusan. Hətta başınıza taxılan, yəni başınıza tez-tez bir şeyləri eləmsiz vururlar, üz-üzə vuranlar var. Baskıya bəzən gələ bilmirsən. Kaş getməzdim dediklərim var. Amma bir aydınlanma ola biləcək əzizim. Ürəyin biraz şişmiş kimidir, yorulmusan, fikirlisən, içində düşünürsən. Çox vaxt o sıxıntıları tək başına içivə atırsan əzizim. Uzaqdan gələn keçmiş birilərlə qucaqlaşma, bir görüş ola biləcək. Qısa zamanda çox işləri sığdırmaya başlamısan. Yəni, geçkən bəzi şeylər var. Bunları tezləşdirəcəksən işlərinizi. Yəni, bu işlərin zamanı gəlmiş. Bir qadın əlini açıb, üzü sizə doğru dönüb. Sizdən bir dəstəyi gözləyir əzizim. Amma ədalət yerini tapacaq. Ədalət istəyirsiniz. O da olacaq. Bir məhkəmə işi, yəni bir işıq, sevinc ola biləcək. Yəni, deyərdim ki, cömertlik söz məsələsi, yəni vaz keçəcək biriləri o qədər artıq cömert olmayacaq. Sanki belə bir şeylər əlini açmış kimi, yəni artıqlamasıyla verir kimi. Böyük bir aydınlığa doğru irəliyət gedəcəksən. Çox şeylərdən elə bir uzaq qalmısan, elə bir tənhalaşmısan. Çünki bəzi insanları gördükcə əlbəttə ki, tənhalaşırsan. Amma bəzi insanların sənə düşkün olduğunu görəcəksən. Sevgisi ola bilər sənə qarşı. Hətta səni soruşub axtara bilərlər əzizim. Amma çalış əziz əkizlər. Gözəl sözlərə inanma, baxışlara inanma, gülüşlərə allanma.
Bir dostun, bir rəfiqənlə ciddi söhbətin ola bilər. Ya burada ayrılıq, aranızda incilik ola bilər, ya da bir böyük bir yəni birləşib dostluğunuzu davam edə bilərsiniz. Elə bir birinin xətrinə deyə bilərsin əzizim bu həftə. Çalış ifadələr və fikir verginə. Nə qırma, nə qırılma əzizim. Artıq o qədər o insandan, qarşı tərəfdən yorulmuşsan ki, get deyirsən, çəkil həyatımdan deyirsən, qapını üzünə bağlayırsan. Bir bağımlılıqdan qurtarmaq istəyirsən, yardım istəyirsən. Həyatında bəzi çalxantılı işlərin var əzizim. Bəzən bir məsələyə taxılıb qalırsan, düşünürsən, böyüdürsən, fikrində, zehnində. Deyirsən ki, mən başımdan böyük danışmaram heç vaxt. Çünki sən gördüyün həyatı gördün, ödədiyin bədəlləri ödədin əzizim. Bir yerlərə getmək qərarını alırsan. Artıq son vaxta gəlmişsən ki, bir yerə getməyi düşünürsən əzizim. Bax, bir qadına çox əsəbləşmirsən, çox əsəbisən. Elə bir hər yerə getməyə, hər yerə əli uzatmağa səni sanki elə bir ki, çətinə salmış. Çox qalmaqallar olmuş burada. Bəzən elə bir ailə içində, valideyninlə də və ya ailə bacı-qardaşla da aranızda bəzi incikliklər olur. Bəzən bir-birinizi anlaya bilmirsiniz əzizim. Biraz övladınla diqqət elə, övladına bir yol göstərəcəksən, bir yerdən bir xəbər gözləyirsən, bir xəbər gələcək, təklif gələcək sənə, maddiyyat tərəfdən üzün gülə biləcək, alacaqların var, amma bir itkin də ola bilər. Biraz da ona diqqət et əziz əkizlər. Diqqətinizə görə var olun, sağ olun.